Salam dostlar, heç belə bir şey düşünübsüz? Oxuduğumuz sözlərin o səthi mənasının arxasında bəlkə də bambaşqa bir ailəm gizlənir. Gəlin bugün birlikdə sadə tərcümələrdən bir addım kənara çıxıb, bir mətni anlamağın heyrətamiz yeni bir yolunu kəşf edək. Elə gəlin bu sualla başlayaq. İlk baxışdan çox bəsit görünür, elə deyil, amma əslində dil və məna haqqında bütün bildiklərimizi bir anlıq sorğulamağa dəyər. Görəsən, eyni mənanı verdiyini sandığımız sözlər əslində bizi tamamilə fərqli dünyalara apara bilərmi? Bu suala cavab tapmaq üçün gəlin çoxumuzun tərcümələrdə tez-tez qarşılaşdığı ümumi bir fərziyyəyə baxaq. Bəzi sözlərin güya eyni olması fərziyyəsinə. Məsələn, götürək bu üç sözü: Rəsul, Nəbi, El-Murseliyin. Əksər tərcümələrdə hamısı üçün nə deyilir? Elçi. Və biz də bunu olduğu kimi qəbul edirik, çox da üzərində düşünmədən. Yaxud başqa bir misal: Adəm, insan, bəşər. Çox vaxt heç bir fərq qoyulmur. Hamısı sadəcə insan və ya adam kimi gedir. Və bir dənə də misal çəkim ki, tam aydın olsun: təfəkkür, təfəkkür, tədəbbür. Bunların da hamısını bir sözlə ifadə edirlər: düşünmək. Amma görəsən, məsələ bu qədər bəsitdirmi? Və bütün bunlar bizi əsas suala gətirib çıxarır. Yaxşı, əgər bu sözlərin hamısı həqiqətən də eyni mənanı verirsə, niyə fərqli yazılıblar axı? Yəni, mətnin müəllifi bir-birindən fərqli sözlər işlətməklə bizə nə deməyə çalışır? Bu fərqlərə göz yummaq sadəcə dilçilikdə yol verilən bir səhv deyil əslində. Məsələ daha dərindir. Gəlin baxaq, bu necə böyük bir problemə, hətta mənbənin dili ilə desək, bir zülmə çevrilir. Mənbənin özü bunu çox sərt bir şəkildə ifadə edir. Fərqli kəlmələri eyni saymaq, mətnin özünə qarşı edilən böyük bir zülmdür. Bu adi bir səhv deyil. Sanki mənanın bilərəkdən qıfıllanmasıdır, məhdudlaşdırılmasıdır. Bəs bu zülm nəyə gətirib çıxarır? Nəticəsi oldu ki, mətnin o universal, yəni bütün bəşəriyyətə aid olan mesajı sanki buxarlanıb gedir. Və mətn çevrilir sadəcə müəyyən bir dövrə, müəyyən bir coğrafiyaya aid lokal bir hekayəyə. Yaxşı, problemi gördük, məna itirilir. Bəs çıxış yolu nədir? Mənbə deyir ki, var. Gəlin mətni anlamaq üçün təklif olunan tamamilə yeni bir yanaşmaya, yeni bir çərçivəyə nəzər salaq. Mənbənin əsas ideyası budur ki, əlimizdəki mətn əslində tək qatlı deyil. Onun iki fərqli səviyyəsi, iki fərqli üzü var. Biri kitab, digəri isə Quran. Gəlin aydınlaşdıraq, bu nə deməkdir və aralarında nə fərq var? Baxın, sol tərəfdəki kitab bu mətnin hərfi, zahirdə görünən tərəfidir. Ərəb dilinə, o dövrün tarixinə bağlıdır və ilk baxışdan bəzi ziddiyyətlər var kimi görünə bilər. Amma sağ tərəfdəki Quran, o tam başqa şeydir. O kitabın içindən çıxarılan o dərin universal mənadır. Bu məna məntiqidir, ziddiyyətsizdir və hər bir insan öz həyatında bunu təcrübə edə bilər. Deməli, əsas məsələ kitab səviyyəsindən Quran səviyyəsinə keçə bilməkdir. Yaxşı, bəs bunu necə etmək olar? Hansı metodla? Burada açar söz duburdur. Dubur yəni bir şeyin arxası. Bu prinsip bizə deyir ki, sözlərin lüğətdəki ilk mənasına ilişib qalma. Onun arxasına bax, arxasında dayanan o məntiqi, o universal həqiqəti tapmağa çalış. Və bu cümlə məncə dubur prinsipini birbaşa izah edir. Görünəni aldanma, arxasına bax. Bu sadəcə fərqli bir oxuma üsulu deyil. Bu, başqa cür düşünmə tərzidir. Sanki səthin altına dalıb əsl xəzinəni, yəni əsl mənanı axtarmaqdır. Beləliklə, bütün metod əslində iki sadə addımdan ibarətdir. 1. Kəlmə elmi. Yəni, hər sözün fərqli olduğunu qəbul et və onu tək başına araşdır. 2. Dubur prinsipi. Həmin sözün zahiri qabığının arxasındakı dərin məntiqi, o əsas ideyanı tap. Yaxşı, bəs bu metodu tətbiq edəndə nə əldə edirik? Ortaya elə bir mesaj çıxır ki, o heç bir mədəni və ya tarixi sərhəd tanımır. Bu dərin, yəni Qurani məmanın bir neçə qızıl qaydası var. Birincisi, o mütləq ağla və məntiqə uyğun olmalıdır. İkincisi, mətndə harada gəlirsə gəlsin, həmişə eyni məntiqi daşımalıdır, yəni ardıcıl olmalıdır. Üçüncüsü, real həyatda yoxlanıla bilən, tətbiq edilə bilən bir şey olmalıdır. Və ən əsası, dördüncüsü, fərqi yoxdur hansı millətdənsən, hansı mədəniyyətdənsən, bu məna hamı üçün keçərli olmalıdır, universal olmalıdır. Və bu cümlə məncə hər şeyi öz yerinə qoyur.
Harda insan varsa, orada Qurani məna yaşayar. Yəni, bütün bu yanaşmanın son hədəfi budur, hər kəsə, dünyanın harasında olursa olsun, aid olan bir məna tapmaq. Və sonda gəlin bu izahı hamınızı düşündürəcək bir sualla bitirək. Həqiqətən də bir düşünək. Əgər oxuduğumuz bir mətni dərindən başa düşmürüksə, ondan öyrəndiklərimizi öz həyatımıza keçirə bilmiriksə, bunun bizə nə faydası var ki? Bu sual məncə məna axtarışının nə qədər şəxsi və həyati bir məsələ olduğunu çox aydın göstərir. Vaxt ayırdığınız üçün təşəkkürlər.